8. Jenny, əvvəl-axır onu dövlət katibi təyin eləməyiblər ki. Şükür sənə ilahi. Nəhayət ki, biz geri Cambridge-ə qaydırıq. Bununla belə sən daha nəzakətli ola bilərdin. Mən onu təbrik etdim. Çox böyük iltifat göstərdiniz, cənab. İşə düşmədik. Bəs sən nə gözləyirdin? Aman Allah, belə şeyləri görəndə ürəyim qalxır. Jenny hirslə dedi. Elə mənim də. Təsdiq etdim. Uzun müddət heç birimiz dinmədik. Amma nəsə məni çox narahat edirdi. Nəsə düz deyildi. Ürəyin nəyə görəndə qalxır, Jen? Xeyli fikirləşəndən sonra gec də olsa soruşdu. Sənin özünü atanla necə iyrənc apardığını və bundan həzz aldığını. Bəs onun özünü mənimlə iyrənc aparmasına və bundan həzz almasına nə deyirsən? Mən artıq sandığın ağzını açmışdım. Pambığı da axıradək tökmək istəyirdim. Jenny yenə ata məhəbbətinə dair təbliğat kampaniyasına başlamışdı. Amma bu dəfə daha geniş miqyas götürmüşdü. Səciyyəvi İtalyan sindromunun növbəti nümayişi. Bundan başqa, o məni həm də valideynə hörmətsizlikdə günahlandırırdı. Sən elə onu iynələyirsən. Bu qarşılıqlıdır, Jen. Yoxsa fikir vermədin? Mənə elə gəlir ki, sən atanı hövsələdən çıxarmaq üçün heç nədən çəkinməyəcəksən. 3-cü Oliver Barrett'i hövsələdən çıxarmaq mümkün deyil. Jenny qısa fasilə verib əlavə elədi. Ola bilsin mümkün deyil. Əgər Jennifer Cavalleri ilə evlənməsən. Mən maşını balıq restoranlarından birinin dayanacağına çəkib, saxlayana qədər soyuqqanlığımı qoruya bildim. Yalnız bundan sonra Jennifer'ə tərəf döndüm və partladım. Sən doğrudan belə düşünürsən? Acıqlı soruşdu. Düşünürəm ki, bu sənin məni almaq qərarına gəlməyinin səbəblərindən biridir. O tamamilə sakit tərzdə cavab verdi. Jenny, deməli sən mənə inanmırsan? İnanmırsan ki, səni sevirəm? Mən artıq qışqırırdım. İnanıram. Jenny eyni sakitliklə davam etdi. Amma mənim mənfi sosial mənşəyimi də çox qəribə bir tərzdə sevirsən. Yox, qışqırdım. Cavab verməyə başqa söz tapa bilmədim. Əvəzində yox sözünü bir neçə dəfə müxtəlif tonallıqlarda təkrar elədim. O dərəcədə dilxor idim ki, beynimdən axmaq bir fikir də keçdi. Bəlkə Jenny'nin dəhşətli ehtimalında kiçik, lap kiçicik bir həqiqət var. Jenny'nin də ovqatı təlx idi. Mən heç kimi ittiham etmirəm, Olli. Mən həqiqətən fikirləşirəm ki, bu sənin məni almaq qərarının səbəblərindən biridir. Axı mən də təkcə sənin özünü sevmirəm, adını sevirəm, hətta adındakı sıra nömrəsini sevirəm. Jenny üzünü çevirdi. Mənə elə gəldi ki, o indi ağlayacaq. Amma ağlamadı, sözünü bitirdi. Axı bütün bunlar sənin hissəciklərindir. Bir müddət yerimdən tərpənmədim. Bayırda yanıb sönən işıq lövhəsinə baxır və düşünürdüm. Lövhənin üstündə langustlar və dəniz ilbizləri yazılmışdı. Mənimsə beynimdə langustlara və ilbizlərə heç bir aidiyyəti olmayan fikirləri qaynaşırdı. Jenny'nin ən çox sevdiyim cəhətlərindən biri, onun ürəyimi oxumaq, heç vaxt dilə gətirə bilməyəcəklərimi bir baxışdan anlamaq bacarığıdır. İndi də o məhz bunu eləyir. Amma mən kamil və qüsursuz olmadığımı sübut eləyən faktlarla barışmağa hazırammı? Mən hələ bu sualı özümə verməmiş, o artıq ikimizin də kamil olmadığımızı dərk eləyib və qüsurlarla barışıb, ilahi, özümü necə naqolay hiss eləyirəm. İndi mən durub ona nə cavab verəydim? Langust ya dəniz ilbizi istəyirsən? Bəs sən necə? Yaxşıca kötəylənmək istəyirsən, Preppi? İstəyirəm, dedim. O balaca yumruğunu düyünləyib yavaşca yanağıma toxundurdu.
Mən onun yumruğunu öpdüm, sonra isə özünü qucaqlamaq istəyəndə Jenny dəlicəsinə məni itələdi və girov ələ keçirmiş quldur kimi üstümə qışqırdı. Maşını işə sal, Preppi. Sükandan yapış və təkərlərini fırlat. Tez elə, sürət yığ. Və mən yığdım. Mən sürət yığdım. Atamın əsas fikri bundan ibarət idi ki, mən onun özünün dediyi kimi həddən artıq yüksək sürət götürmüşəm. Çox tələsirəm. Çiynimə daşıya biləcəyimdən artıq yük qaldırıram. Bu fikrin dəqiq hansı sözlərlə ifadə olunduğu o qədər yadımda deyil, amma bizim Harvard klubunda səhər yeməyimiz zamanı onun mənə oxuduğu moizənin başlıca mövzusu məhz mənim tələskənliyə yol verməyim idi. Əvvəlcə o mənə məsləhət gördü ki, yeyəndə tələsməyim. Ağzımdakını yaxşıca çeynəyib udum. Mən də ona məsləhət gördüm ki, artıq böyüdüyümü nəzərə alsın və davranışımın keçmiş vaxtlarda olduğu kimi nəinki korrektə edilməsinə, heç müzakirəyə çıxarılmasına ehtiyac duymadığımı unutmasın. O da dedi ki, konstruktiv müzakirələrə, hətta dünya liderləri də həmişə ehtiyac duyublar. Keçmişdə də belə olub, indi də belədir. Mən bunu Roosevelt'in prezidentliyinin ilk dövrlərində atamın qısa müddətə Vaşinqton administrasiyasında çalışmağına yersiz eyham kimi qəbul elədim. Amma daha atamın nə Roosevelt administrasiyasında, nə də Amerika Birləşmiş Ştatları bank sisteminin islahatlarında xidmətləri barədə düşüncələrinə rəvac vermək fikrində deyildim. Ona görə susmağı qərar aldım. Artıq sizə ərz etdiyim kimi biz Bostonda Harvard klubunda yemək yeyirdik və mən atamın fikrincə tələsir, qabağıma gətirilənləri çeynəməmiş udurdum. Bu isə o demək idi ki, biz çox adamın əhatəsində idik. Təbii ki, onların hamısı atamı tanıyırdı. Heç şübhəsiz ona göz qoyurdu və istər-istəməz məni də görürdü. Keçmiş tələbə yoldaşları, müştəriləri, pərəstişkarları və s. və ilaxır. Açıq-aşkar qurama işi idi. Atam məni hara dəvət etdiyini yaxşı bilirdi. Qulaq kəsilsəydin, qonşu masalarda deyilənləri eşidə bilərdin. Odur, Oliver Barrett özüdür. Oliver Barrett, məşhur idmançı. Bizim indiki söhbətimiz, vaxtın çoxunu ikimiz də susurduq. Əvvəlki görüşlərimizdəki söhbətlərimizdən çox az fərqlənirdi. Bir yeni mövzu var idi ki, həddən artıq aşkar idi, amma atam ona toxunmağa tələsmirdi. Ata, sən Jennifer haqqında heç nə demədin. Nəhayət özüm dilə gəldim. Mən nə deyə bilərəm ki? Sən ananla məni fakt qarşısında qoymusan. Yoxsa belə deyil. Mən sənin bu barədə nə düşündüyünü soruşuram. Məncə Jennifer çox layiqli qızdır. Belə ailədən olan qızın Redcliffe-ə aparan çətin yolu keçə bilməsi sadə məsələ deyil. Atam ümumi sözlərlə əsas mövzudan yayınmağa çalışırdı. Mətləbə keçək ata. Məsələnin mətləbinin bu gənc lediyə heç bir aidiyyəti yoxdur. Yalnız sənə aidiyyəti var. Yəni, izahat istədim. Yəni, bu sənin qiyamındır. Sən bu formada öz etirazını bildirirsən, qiyam eləyirsən, oğul. Ata, mən başa düşmək istərdim ki, gözəl və ağıllı bir Redcliffe tələbəsi ilə evlənməyin qiyama nə dəxli ola bilər? Axı o, hippi deyil. Deyil. O, çox şey deyil. Hippi. 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında yaranan və dünyaya yayılan hərəkatın üzvü, davamçısı. Hippi həyat tərzi bir çox cəhətdən mütləq rədd etmənin təməli üzərində qurulub. Etimologiyası dəqiq olmayan bu sözün ortaya çıxdığı illər Amerika Birləşmiş Ştatları Vyetnam müharibəsi dövrü ilə üst-üstə düşür və hippilər müharibəyə kəskin etiraz ediblər. Davranış və xarici görünüşləri ilə də başqalarından fərqlənməyə çalışıblar.
Aha, çatdıq. Lənətə gəlmiş bu şampişik oyunu qutardı. Səni daha çox əsəbləşdirən nədir, ata? Onun katolik olmağı, yoxsa kasıb ailədən olmağı? O mənə tərəf əyilib az qala pıçıltı ilə dedi. Bəs səni daha çox cəlb eləyən nədir? Mən dərhal qalxıb getmək istədim və bunu onun özünə söylədim. Otur və kişi kimi söhbəti davam etdir. O dedi. Kişi kimi danışmıramsa, bəs mən nə cür danışıram? Uşaq kimi, arvad kimi, sıçan kimi, hər nəsə mən qaldım, durub getmədim. Mənim yerimdən tərpənməməyim köpək oğluna ölçüyə gəlməz dərəcədə ləzzət elədi və o bunu gizlətməyə də çalışmadı. Demək istəyirəm ki, o buna mənim üzərimdə qazandığı çoxsaylı qələbələrindən biri kimi yanaşdı. Mənim səndən istədiyim yalnız budur ki, tələsməyəsən, biraz gözləyəsən. 3-cü Oliver Barrett astadan dedi. Biraz, nə qədər? İzah edə bilərsənmi? Hüquq məktəbini bitirənə qədər. Əgər bu gerçək hisslərdirsə, zamanın sınağına dözməsi çətin olmayacaq. Bizim hisslərimiz gerçəkdir, mən bunu bilirəm. Bəs niyə görə sənin bir sözünlə onları belə uzun testdən keçirməliyəm? Məncə bundan aydın eyham ola bilməzdi. Mən onun qabağından çəkilməyəcəyəm. Onun zorakılığına baş əyməyəcəyəm. Onun məni əzməsinə və həyatıma tam nəzarət etməsinə imkan verməyəcəyəm. Oliver, o ağacın başqa ucunu çevirdi. Sən hələ yetişməmisən. Nəyə yetişməmişəm? Deyə onun sözünü kəsdim. Lənət şeytana, mən artıq hövsələmi itirirdim. 21 yaşına yetişməmisən. 1974-cü ildə Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatında qanunla gənclər 21 yaşına qədər həddi buluğa çatmamış hesab edilirdilər. Hazırda bu hədd 18 yaş təşkil eləyir. Qanunla həddi buluğa çatmamısan. Böyüklərin əvəzinə özün qərar qəbul eləyə bilməzsən. Cəhənnəm olsun qanunlar da, onların qadağaları da. Səsim kifayət qədər ucadan çıxdı və məncə bizi qonşu masalarda əyləşənlər də eşitdilər. Tarazlıq yaratmaqda onların diqqətini cəlb eləməmək üçün atam hədə dolu son sözlərini pıçıltı ilə dedi. İndi evlənsən, daha məndən heç bir kömək umma. Saat neçə olduğunu soruşsan, vaxtı da deməyəcəyəm. Əşi, islanmışın yağışdan nə qorxusu. Ata, sən vaxtı düz bilmirsən. Mən onun həyatından çıxıb getdim və öz həyatımı yaşamağa başladım.